Bu yaxınlarda dünya liderlərindən birinə çox büyük bir suikast olacağını hiss edirəm. Savaş olacaq, insan azaltma olacaq. İlin sonuna qədər hər an ola bilər. 3 ayrı bölgədə ardıcıl olaraq büyük zəlzələlər olacaq. Son günlər sosial mediada və xəbər platformalarında ən çox müzakirə olunan adlardan biri yenidən Nadim Əlixanov olub. Verdiyi proqnozların demək olar ki, əksəriyyətinin reallığa çevrilməsi onun sözlərinə qarşı marağı və eyni zamanda qorxunu artırıb. Türkiyə bu yaxın zamanlarda büyük bir başqa bir ölkə ilə ordusunu savaşa salacağını hiss edirəm. Dünya savaş başlayanda elə şeylər olacaq ki, Erdoğan Bey 2028-ci ilin seçkilərə qədər getməyəcək. Nadim Əlixanov bu dəfə 2026-cı ilə qədər dünyanı sarsıdacaq təbii fəlakətlər və siyasi gərginliklər barədə xəbərdarlıq edib. Onun sözlərinə görə yaxın aylarda ardıcıl və dağıdıcı sellər, güclü zəlzələlər baş verəcək. Hətta o, dünya liderlərindən birinə suiqəst planlandığını hiss etdiyini bildirib. Bu yaxınlarda dünya liderlərindən birinə çox büyük bir suikast olacağını hiss edirəm. Dünya üzərində ardıcıl şəkildə çox büyük zəlzələlər gələcəyini hiss ediyorum. Qabaqdan gələn bir neçə ay ərzində dünya üzərində çox büyük ardıcıl zəlzələlər olacağını hiss edirəm bir çox ölkələrdə və büyük sellər, təbii fəlakətlər. Bunlardan qorumaq yollarınızı düşünmək lazımdır. Bu ilin sonuna qədər dünya üzərində 3 bölgədə ayrı-ayrı mən büyük deprem, yəni zəlzələləri hiss edirəm. Bunlardan da biri Müslüman ölkədir. Ən narahat edici hissə isə budur ki, Nadimə görə 2025-ci ilin sonlarında hazırda sülh içində olan bəzi ölkələrdə yenidən müharibə ocaqları alovlana bilər. Trump gözəl bir oyun oynayır. Bir tərəfdə savaş bitirir, bir tərəfdə də başlayır. Çox yaxın zamanında çoxdan gözlədiyimiz Filistin üzərində, yəqin ki, Filistin torpaqlarına və ya Filistin xalqına dəstək olması üçün Türkiyə ordusu savaşa girəcəyini görürəm. Dünya üzərində bu yaxınlarda çox büyük sel suların və zəlzələlərin, bəzilər deyəcək ki, bunlar həmişə olur. Həmişə olduğundan 3-4 qat çox büyük insanlara canına, malına ziyan verəcəyi qədər büyük sellər və çox büyük zəlzələlər dönəmi başlayacağını hiss ediyorum. 2025-ci ildən kimlər ki sağ-salamat çıxacaqsa, onlar üçün heç bir problem olmayacaq demişdim və onun da arxasındayam. Bu o deməkdir ki, 2025-ci ilin sonuna qədər biz gördük ki, Filistin, Ukrayna, Qarabağ və İran, İsrail arasında çoxlu savaşlar və çoxlu gərginliklər oldu. Hal-hazırdakı dönəmdə Ukrayna savaşı gedir, o biri savaşlar nisbətən müvəqqəti durmuş bir vəziyyətdədir. Bəli, yəni biz tarixini az-çox səhv deyə bilərik, Allah deyilik. Ola bilər ki, bu savaş 30-a qədər də, 28-ə qədər də yenə də uzansın. Amma hal-hazırda gördüyünüz 2025-in sonları Filistin savaşını sülh bağlayıb müvəqqəti saxladı. Pakistan başlamışdı, bir Afganistanla bir-iki günü başladı, bitti. Qarabağ bitti və bitti, İsrail-İran arasında. Amma bu savaşlar əsasən də sözümün canı odur ki, müvəqqəti olaraq saxlatdırdığını düşüncəsindəyəm. Yəni bu dünya savaşının gərginliyini bitti deyə bir şey görmürəm. Yenə də bunlar davam edəcək. Ona görə deyirəm ki, 2025-ci ilin içindən sağ-salamat çıxsa bizə heç bir ziyan olmayacaq. Heç bir hadisə Azərbaycan üçün görmürəm. Xatırladaq ki, bir neçə ay öncə Azərbaycanın bəzi rayonlarında baş verən güclü sellər də ölkə gündəmini silkələmişdi. Həmin vaxt kanalımız Nadim Əlixanovla əlaqə saxladıqda o həmin selləri nəzərdə tutmadığını, bunların hələ başlanğıc olduğunu, bundan betər və amansız fəlakətlərin yaxınlaşdığını bildirmişdi.
İndi isə onun hər yeni açıqlaması insanlarda həm maraq, həm də ciddi narahatlıq və panika yaradır. Nadim Əlixanovun sözlərinə inansaq, qarşıdakı dövr adi fəlakət dövrü olacaq. Dünya çox böyük sınaqlara hazırlaşmalıdır. Bütün bu hadisələrin ard-arda baş verməsi, onun demək olar ki, hər sözünün reallığa çevrilməsi insanları düşündürür. Bəziləri bunu təsadüf sayır, bəziləri isə gizli bir xəbərdarlıq kimi qəbul edir. Amma bir sual hər kəsin ağlındadır. Sizcə bu qədər təsadüf doğrudanmı sadəcə təsadüfdür? Bütün dünyanın qorxmalı olan bir şey varsa, təbii fəlakətlərdir, böyük sellər və böyük zəlzələlər. Dünya çox pis şeylər doğru gedir. Allah qorusun hər kəsi, hər şeyi.